Hörmətli tamaşaçılar, Patriot News'un növbəti buraxılışı 22 Mart Heydər Əliyev Park kompleksinin ərazisindən sizlərə təqdim olunur. Bugün qərara gəldim ki, günəşli havada çox insanlar gəlirlər parkda gəzintiyə. Mən qərara gəldim ki, məhz bax belə gözəl, yağışlı havada, dumanlı havada Heydər Əliyev Park kompleksinə gəlim və bu təbiətin gözəlliklərini sizlərə nümayiş etdirim. Maraqlı kadrlardır, deyilmi dostlar? Duman, çən və Heydər Əliyev Park kompleksinin girişi. Əziz dostlar, Heydər Əliyev Park kompleksinə daxil olduq. Görürsünüz, mən tam səmiyyətlə deyəcəm, bax belə bir gözəl hava şəraitində parkda gəzməyin öz xüsusi, necə deyərlər, gözəlliyi var. İnsanlar gəlirlər, təbiətin yazın gəlişini qeyd edirlər. Artıq Heydər Əliyev Park kompleksinin rəhbərliyi də ərazidədir. Onları da görürəm. Yağışda, qarda, istidə, soyuqda hər zaman xidmət başında olan parkın direktoru İlyas müəllimi görürəm. Və eyni zamanda da parkın əməkdaşlarını uzaqdan müşahidə edirəm. İlyas müəllim həqiqətən də parkımızın gözəlləşməsi üçün hər zaman öz bilik və bazarından istifadə edir. İlyas müəllim, salam. Bayramınız mübarək olsun. Siz simanızda da bütün park işçilərini təbrik edirik. Doğruz bayramın. Necəsiz? Çox sağ olun. Yaxşısınızmı? Gözəl hava. Sizin və mühafizə xidmətinizin rəisi hardadır? Əziz dostlar, həqiqətən də gözəl havadır, yaz havasıdır, çiskin havadır. Dumanlı hava yazın. Çox gözəldir. Yəni belə kadrları çəkmək bizim üçün çox xoşdur. Allah'ın razı. Ceyhun müəllim, salam aleyküm. Nə tərs, bayramınız da mübarək olsun. Yaxşısınızmı? Sağ olun. Yaxşı olasınız. Heydər Əliyev Park kompleksi günbəgün inkişaf edir. Yəni mən buradan mütəmadi olaraq sizlərə verilişlər təqdim edirəm. Yeni ağaçlar əkilir, abadlaşdırma işləri aparılır. İnsanların istirahət üçün lazımi bütün şərait yaradılıb və bundan sonra da yaradılır. Ona görə də bir daha qeyd edirəm ki, bu gözəlliklərin yaranmasında xüsusi xidməti olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi müəllim Bayramovun bilavasitə rəhbərliyi ilə gördüyünüz bu İlyas müəllim Məmmədov, parkın direktoru bütün verilən tapşırıqları yüksək səviyyədə həyata keçirir. Və bu da ki, Gəncə sakinlərini, eyni zamanda da şəhərimizin qonaqlarını necə deyərlər, çox sevindirir. Əziz dostlar, ağaçlar gördüyümüz kimi oyanıbdır, artıq çiçəkləyibdir. Sizi inandırıram, bax belə havanın da öz gözəlliyi var. Belə bir çiskinli, dumanlı havada parka gəlin, gəzin. Sizin üçün çox xoş olacaqdır. Görürsünüz, burada həm Latin qrafikası ilə, həm də gələn qonaqlarımız üçün ingilis dilində hər şey yazılıbdır. Yaşıl tunel 2017-ci il iyun ayında dekorasiya olunubdur. Bax, gördüyünüz bu tunel. Buna yerli cəmaət İlyas tuneli də deyirlər. Çünki onun bilavasitə konstruksiyasıdır bu. Tunel vasitəsilə hərəkət edirik. Çox gözəl bir, necə deyərlər, egzotik cəhətdən hazırlanmış tuneldir. Belə bir tunel, inandırım sizi, heç dünyanın ən aparıcı parklarında yoxdur. Əziz dostlar, indi istərdim ki, İlyas müəllim qısa olaraq desin, görək parkda bu qısa müddət ərzində nasıl işlər aparılıbdır. İlyas müəllim, buyurun. Canım, parkda deyim olar ki, yeniliklər eləyirik. Bu Gəncənin üst tərəfində parkın ərazisində yəni heç bir iş görülməmiş bir yer var idi. Yəni orada ağaçlar əkdik. Sonra oranın bir hissəsini, yəni imkanımız daxilində rəhbərlik tapşırıq əsasında biz onu bir hissəsini düzəltmişik. Bir hissəsində yavaş-yavaş düzəldə gedirik. Yəni orada kifayət qədər ağaçlar əkmişik. Yəni müəyyən qədər hissələrini, bu pilləkənlərin adını təmir eləmişik. Bundan əlavə indi gördüyünüz kimi bu mərkəzin Zəfər tağından keçəndə orta alayedəki bu dekorasiyaların davamını yenidən 4-cü sahə adlanan bizim şərti ad 4-cü sahədir.
Yəni Heydər Əliyev mərkəzinin arxa hissəsində. Yəni bizim üçün fərqi yoxdur. Parkın ön hissəsi, arxa hissəsi fərqi yoxdur. Hər yerdə biz işlərimizi görürük. Yəni xalqımızın, əhalimizin xidmətində oluruq. Təbii ki, bu işlərin hamısı şəhər rəhbərliyinin nəzarəti altındadır. Yəni biz gördüyümüz hər bir şeydə məlumat veririk. Yəni indi orada o dekorasiyanın davamını başqa bu formada yox, başqa bir formada eləyirik. İndi havalar bir balaca asanda inşallah gəlib baxarsınız. İnşallah, inşallah. Bundan əlavə ərazidə ağac əkini mütəmadi davam eləyir. Ən axırıncı səfər 121 dənə, belə 221 ədəd müxtəlif növ şam ağaçları əkdirmişik. Sonra 55 ədəd çınar ağacı əkdirmişik. Sonra 100 ədəd yenə bir ədəd çınar ağacları əkdirmişik. Yəni parkın boş yerlərini doldururuq da, bəs belə deyək. Amma o dekorasiya işlərdə indi parka xüsusi gözəllik verdiyi üçün onu yəni layihə əsasında işləyirik. İnşallah İlyas müəllim, sakinlərimizi ən çox maraqlandıran məsələlərdən biri də süni gölümüzdür. İnşallah nə vaxt açılışına gələcək? İnşallah gölün açılışı, yəni gil gətirib töküblər. İndi keçəndə baxa bilərik. Gil gətirib töküblər. Amma belə deyim də, qısa müddətə söz veriblər ki, aradan qaldıracaqlar. Çünki gilsiz oranın su saxlaması mümkün deyil. Ona görə də yenidən gil örtüyü veriləcək ki, su buraxmasın. İnşallah. Uğurlar arzuluyuruq. Bir daha Novruz bayramımız mübarək olsun. Sizlə bayram. Sağ olun, sağ olun, sağ olun, sağ olun. Hörmətli tamaşaçılar, verilişimiz Heydər Əliyev Parkından sonra çatır. İndi isə mən sizdən xudafisləşirəm və gələn görüşlərə qədər deyirəm. Təbiətin hər bir fəsli gözəldir. İndi isə mən sizdən xudafisləşirəm və gələn görüşlərə qədər deyirəm. Özünüzü və yaxınlarınızı qoruyun. Sağ olun.